Zəşət xanım vitamin C ilə əlaqədar sual verdi və eyni zamanda digər poliplə, öddə polipim var, 4 mm nə məsləhət görürsünüz? Kalitdə çay tişəni yağının faydası varmı? Təbii ki, var. Çay tişəni yağı yara sağaldıcıdır, iltihab götürücüdür, qəbzlikdə çox gözəl effekt verir, babasildə çox gözəl effekt verir. Yeri gəlmişkən, babasil ağrılarında, qanaxmasında da şamını qoyursan düz bağırsağa çox gözəl effekt verir. Yəni qiymətlidir. Eyni zeytun yağı kimi çay tişəni yağı da çox qiymətlidir. Həmin funksiyaları zeytun yağıda. Yaxşı təmiz zeytun yağı da qəbzliyi götürür, köpü götürür, yaranı sağaldır. Varikoz damar xəstəliyində də çox gözəl effekt verir. Onu bir mənalı şəkildə elə ayaqdan danışdıq. Bir resept dedim, Perex tabletka götürün, onu həll eləyin. Onu həll eləyirsiniz və mütləq sabun, sonra sabunla qatışdırırsınız. Sabun, paltar sabunla. Sonra onu ayağınıza çəkirsiniz. 2 həftə çəkəndən sonra effektini görəcəksiniz. Nə qədər davam elətsəniz heç bir ziyanı yoxdur, zərəri yoxdur.